tapşırığımız bu məsələdir. Dünya sürətlə irəliləməkdədir və artıq bu rəqəmsal işlər bu qədər həcmli insanı heyrətləndirən işlər bilir ki, bizlər təhsil müəssisəsi olaraq bu işlərin önündə getmək zərbəti vardır. Ümumən, təhsil gərək cəmiyyəti qabağa aparan bir qüvvət şişələsinə təəssüf ki, bir çox hallarda təhsil yalnız bizdə deyil, digər ölkələrdə də sürətlə inkişaf etməkdə olan bu dinamikanı tuta bilmir, onun lokomotivi olmaqdansa onun arxasında gedir. Bəzi hallarda isə açıq deyək söhbətini bu təhsil cəmiyyəsində çalışan insanlar biraz tənbəlliyə meyilli olurlar. Yeniliyi deməli qabaqlamaq əvəzinə, yeniliyin bu prosesin önündə getmək əvəzinə görürsən ki, konservativ bölgədə olmalar, yeniliyə qarşı çıxış edirlər və s. Bizim də işimiz ondan ibarətdir ki, həmin bu olan tendensiyaları kənara çəkək, yeni düşüncələrə yer verək və gücümüz çatan dərəcədə də bu proseslərdə iştirak edə bilək. Burada iki vacib məsələ üst-üstə düşür. Həm bu rəqəmsal məsələlər, həm də ki, türkdilli ölkələr. Türkdilli prezidentimiz də deyir, bu bizim ailəmizdir. Və bütün bu proseslərdə istənilən məsələdir. Bu gün də elementar bu gün olan o iki dənə konferansın ikisində də həm bu rəqəmsal işlər öz əksini tapmışdır. Bu xüsusilə də ki, biz Türk dünyasının birliyindən danışırıqsa, bu bizə deyirlər, qardaş deməklə məsələ axırı gəlib çatmış. Söhbət bu inteqrasiyanın kökündə nə durur? Bu inteqrasiya ondan ötürü deyil ki, birləşib gedəsən kiminsə evini yıxasan. İnteqrasiya bu xalqların rifahının daha da yaxşılaşdırılmasına qüvvət eləməlidir, xalqların güclənməsinə xidmət eləməlidir. Və ondan ötürü də müasir dünyanın əldə elədiyi o biliklərə yiyələnib, onu gücün çatan irəliyə zərbəti var. Və bugün də Riyaziyyat Fakültəsinin kafedrasının təşkilatçılığı ilə bugünkü seminarı deməli keçiririk. Adı da türkdilli ölkələrin rəqəmsal inteqrasiyası, konseptual yanaşmalar. Bizim bu görüşümüz deməli, bayramlar ərəfəsindədir. Mən fürsətdən istifadə edib sizin hamınızın bu bayramlarınızı da təbrik etmək istəyirəm. Mən əslində bir burada məruzələr olacaq və ona görə də mən demək istədim ki, hamısını daha sizə deməyə zəruri hesab etmirəm. Bu məsələlərlə bağlı bizim həmkarımız İlham müəllim son vaxtlar televiziyada, qəzetlərdə yazıları çıxmışdı. Elə biz də fakültə rəhbərliyi ilə məsləhətləşdik ki, bu işi geniş müzakirəyə çıxaraq, söhbət edək. Və burada yenə də bir neçə işlər ola bilərlər. Biri odur ki, bir məlumatlanmaq lazımdır. Yəni, bu bir işlə məşğul olan insan öz bilikləri ilə bölüşür və deməli, insanlarda da həmin o məsələ ətrafında bir fikir birliyi formalaşır. Çünki o olmasa, o rus demiş o raznavoy, biri bir şeydən danışır, o bir başqa şeydən. Onu həmişə biz elmi şurada da sevdiyimiz fikir yenə də aktualdır ki,
deməli, kollektivin gücü o vaxt daha da çox güclü olur ki, o hamı bir vahid ideya ətrafında fikir cəmləşdirir. Məsələn, Elmi Şurada yığışırıq, o zalda zalın tutduğu qədər adam iştirak edir. Pedaqoji Universitetin 22 mindən artıq Pedaqoji Universitet ailəsi, tələbəli müəllimdir. Bunlara gəlib çatmasından ötürü lazımdır ki, burada səslənən fikirlər, verilən tövsiyələr və s. bunlar hamısı kollektivə geçsinlər. Və mən demişəm bir dəfədə, o indi bəyənmədiyimiz və qəbul eləmədiyimiz Lenin bir sözü vardı ki, Rusça biləyirlər, deməli ki, когда становятся силы, когда овладевают массами. İdeyalar o vaxt güclü olur ki, o vaxt ki, bütün hamı o fikri əhs edir, onun əsasında hərəkət edir. Ümid edirəm ki, bugünkü bizim görüşümüzdə də bu konkret məsələ ətrafında, bu konkret olaraq bu rəqəmsal məsələlər türk dilli ölkələrin kontekstində götürülür. Həm o türk dilli ölkələrin birləşdirilməsi istiqamətində, o gücünün möhkəmləndirilməsi, həm də ki, konkret olaraq bu rəqəmsal biliklərimizin artırılması istiqamətində faydalı olacaqdır. İlham müəllimin mənə vaxt dedilər ki, bu yaxında ad gününün 70 yaşı olacaqdır. Onun da təbrik edirlər. Bizim bu konferansımız onun ad gününü qeyd eləmək kimi səslənə də bilər. Nəsə, uğurlu olsun, oturaq, qulaq asaq, müzakirə eləyək. Sağ olun. İclasımızı kimi aparacaq? İlham müəllim, elə siz çıxın, başlayaq da söhbətə. Sonra çıxışdı. Əylə eləyək. Bizim böyük zalda komisyonerləri dəyişmişik, onda adam üşüyür, onlar nə qəşək. Bunların gözü satmır. Salam, hörmətli həmkərlər, hörmətli şəhərlər, məruzəni belə bir möhtəşəm auditoriya qarşısında etməyə şəhər siyasətində görə minnətdaram. Bu bizim universitetdə müasir tendensiyalar, trendlərə verilən dəyəri göstərişdir. Mən məruzanın mətnində başlamamışdan əvvəl ilk iş olaraq bu məsələ nədir və niyə mən bu mövzuya müraciət elədim və zavatdan mən bu məsələ haqqında düşünürəm. Bilirsiniz ki, bu yaxında təxminən 10 gün əvvəl Qazaxıstan, Türkistan şəhərində türk-dilli dövlətlərin rəhbərləri, prezidentlərinin görüşü oldu. Orada türk-dilli dövlətlərin inteqrasiyası və rəqəmsal inkişafı məsələsi müzakirə olundu. Və bu çox dərin fəlsəfi, bir müasir dövrün fəlsəfi problemindən doğan bir məsələdir. Amma bu ideya yeni deyil. Mənim yadımda gəldi, 2009-cu ildə Firat Universitetinin konferans keçirildi, Türk-Dilli Universitetlər şəbəkəsi, orada iştirak edirdim. 15 nəfər təxminən Azərbaycandan nümayəndə var idi. 2 nəfər məruzəsi nəzərdə tutulmuşdu, biri akademiyadan, biri Bakı Dövlət Universitetindən. Elə oldu ki, onların heç birisi konferansa getmədilər. Orada türk-dilli dövlətlərin hamısından nümayəndələr var idi, hər bir şeydən 2 məruzə var idi. Və orada 15 nəfər nümayəndələrimiz asaflar var idi. Dedik ki, bəs cəmiyyatı yerdir ki, bəs bizdən də kimsə məruzə eləməlidir və bu işi yoldaş gəlməyib. Və təklif elədilər ki, mən məruzə edeyim və bu həm gözlərimdə də oldu mənim üçün, çünki mən məruzəyə hazırlaşmamışdım. Amma digər tərəfdən də buna tələbat var idi. 5 dəqiqənin ərzində planlaşdırılmış çıxış elədi və o konferansın gedişatında sonra biraz da fikrini dəqiqləşdirdim. Orada nəzərdə tutulurdu ki, türk-dilli dövlətlər universitetləri birgə fəaliyyət göstərsinlər və bu informatlaşma, informasiya sistemləri vasitəsindən olsun. Mən də Eskonda fikirləşdim, orada danışdım, dedim ki, orada türk-dilli dövlətlərin vahid elektron kitablara sistem olmalıdır. O vaxtlarda bizdə universitetlərdə elektron kitablara
kitabların heç birini yükləmək mümkündür, yazdı ki, müəllif hüququna mümkün. Bu elektron kitabından da əksəriyyəti dövlət büdcəsi hesabına çap olunan kitablar bu, hamıya açıq olunan. İkinci təklif edir ki, deməli, dünyada sürətli inkişaf edir və tüktülü dövlətlərin ali məktəb müəllimlərinin təkmilləşdirilməsi, ixtisas artırılması sistemi vahid bir platforma üzərindən olmalıdır. Çünki dünya sürətlə inkişaf edir, bizim ölkələrdə isə bu məsələ kifayət qədər öz həllini tapmayıb və digər təkliflər verdim. O cümlədən dedim ki, vahid bir platforma üzərindən tüktülü bir universitet yaradılsa, distant təhsil universiteti. Sonra bir neçə mənim müsahibələrim oldu televiziya kanallarında, o cümlədən 5 il əvvəl Türkiyənin bir kanalına da, internet kanalına da bir müsahibə verdim, bir 30 dəqiqəlik virtual Turan Universiteti ideyasından əlaqəli. Yəni bu hamısı həyatın zərurətindən doğan məsələlərdir. Amma təəssüf ki, Türkiyəli dövlətlərin bir səsində bu məsələdə yaxşı inkişaf edib, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda bizdə bəzi məsələlər inkişafı ləngidir və bizim olanla fərqimiz də get-gedə böyüyür, inkişafda olan fərqimiz. Ona görə də mən düşündüm ki, bu necə ki, Sovet İttifaqı yarananda, bu ittifaqın hesabında Orta Asiya Respublikaları az vaxtda, o cümlədən qədər Qafqaz Respublikalarında 15-20 ilə elm təhsil universitet sistemi yarandı, mərkəzləşdirilmiş bir idarə etmənin nəticəsində təcrübəsizlik var ölkədə. Eynilə də tüktülü dövlətlərin belə inteqrasiyası və buna da rəqəmsallaşma böyük bir imkan yaradır və bu rəqəmsallaşma, rəqəmsal platformalar üzərindən deməli, biz çox məsələləri həll edə bilərik. Və nəzərə alsaq ki, artıq süni intellekt yaranır və süni intellekt çox məsələlərdə hər şeyi yenidən qurmağa sövq edir bizi. Yəni, bizim indiyə qədər öyrəndiyimiz təlim texnologiyaları, təlim metodları, elmin özündə elm tədqiqat metodları, bunlar hamısı qalıb dünyada. Süni intellekt vasitəsilə elmdə dəyişir, elm tədqiqat metodu dəyişir, təhsil dəyişir, təhsil texnologiyaları dəyişir və distant təhsili də biz ənənəvi şəkildə hansısa ölkələrin normal distant təhsil sistemini görürüksə, artıq orada dəyişir. Yəni, burada yoldaşlardan iştirak eləmə olub, 2008-ci ildə biz burada Pedagojik Universitet və Hacəttepe Universiteti bir konferans keçirmişdik. 200 nəfər Türkiyədən profesör gəlmişdi. Orada sizin gibi bölüm iştirak edən yoldaşlardan o konferanslarda olan var idi. Mən orada peyamlarda məruz edelim bizim universitet tərəfindən. Və orada mən belə də fikir bildirdim ki, tezliklə distant təhsil elə bir tədbir gələcək ki, tələbələr dünyanın müxtəlif bölgəsində professorların mühazirəsini öz ana dilində eşidəcəklər, sinxron tərcümə ilə. Artıq bir ildir, bax, belə bir texnologiyalar Çində yaranıbdır. Tələbə dünyanın istənilən universitetində yerib, İngilis dilində orada canlı mühazirəni öz ana dilində dinləyir. Bu, o deməkdir ki, artıq bütün sərhəddə götürülür. Belə bir məqamda biz bu dünyanın dinamik inkişafından faydalanmalıyıq. Yəni, dil bariyeri götürülür, sərhəd götürülür. Sadəcə olaraq bütün diqqətimizi bu inkişafa yönəltməli, çalışmalı və müəyyən qədər ondan faydalanmağa çalışmalı. Bunun da platforması bir yolda tüktülü universitetlərin inteqrasiyasıdır. Ümumiyyətlə, tüktülü dövlətlərin inteqrasiyası zərurəti nədən əməyə gəlirdir? Deməli, sivilizasiyaların qarşı durması haqqında mən iki kəlmə demək istəyirəm. Huntington adında bir siyasət alimi var Amerikada. 30 kişilərdən onun kitabı çıxmışdı. Sivilizasiyaların qarşı durması. O yazırdı ki, sonra müharibələrdən sonra artıq sivilizasiyalar arasında qarşı durma ideoloji əsasda olmayacaqdır. Bu qarşı durmalar artıq sivilizasiyaların dəyərləri arasında olacaq. Yəni olacaq Qərb sivilizasiyası, Çin sivilizasiyası, Avropa sivilizasiyası, Yapon sivilizasiyası, Hind sivilizasiyası, Afrika sivilizasiyası, Türk dili sivilizasiyası və bunların dəyərləri arasında artıq mübarizə başlayacaq. Hansı sivilizasiyadan elə bilər. Və bu mübarizə də sonraki illərdə görüldü ki,
sonuncu deməli söhbət belə qoyulur. Və hətta ki, İran təhlil edir ki, Rus olasılığından keçən bütün internet kabellərini kəsəcəm, dünyanı internetsіз qoyacam. Yəni, bax, belə artıq sivilizasiyalar arasında gəlir rəqəmsal üstləri üzərində bir qarşılığına çatır, platformalar üzərində qarşılığlar, rəqəmsal alətlər arasında qarşılığlar və burada deməli, sırf informasiya təhlükəsizliyi, milli təhlükəsizlik, rəqəmsal suverenitet məsələləri ortalaşır ki, bizim datalarımız Türk dilli dövlətlərin dataları öz ərazisində olmalıdır. Bu, Amerikanın, Çinin serverlərdə, bulutlarında ola bilməz. Çünki o bulutlarda olan informasiyalar elə bir ki, düşmənin olcunda olanda var, istənilən o təhdid edirlər, ölkənin bütün məlumatları pazarlıq, marketingi, ideologiyası, təhsili, elmi, hər şey onların olcunda oluyor. Deməli, Türk dilli dövlətlərin özlərinin dataları olmalıdır, özlərinin platformaları olmalıdır, özlərinin hansısa bir təhlükəsizlik sistemləri olmalıdır və qlobal internet şəbəkəsindən istifadə olunsa da, yəni bu qaçılmazdır. Bütün dünya ondan istifadə edir. Əks halda biz Türk interneti yaratsaq, biz dünyaya qoşula bilməyəcəyik. Amma təhlükəsizliyimizi elə təmin eləməliyik ki, bizim kontent, bizim üsulda dost olmayan ölkələr tərəfindən bizim canımıza istifadə olunmasın. Bu, deməli, bu məsələlərlə geniş məqsəd, yəni, ümumi problemi qoymaq və o problem ətrafında nədən danışacaq, onlara verir bu məlumatı. Ümumi məsələ bizim bugünkü məruzamızın planı, deməli, 5 maddədən ibarətdir. Sivilizasiyalar qarşılıq rəqəmsallaşır. Türk dilli ölkələrin vahid rəqəmsal universiteti, sivilizasiya quruluşuluğunun yeni mərhələsi, Türk dilli dövlətlərin universitet şəbəkəsi, Türk dünyasının ortaq intellektual məkan modeli, Avropa İttifaqının rəqəmsallaşması, 21 tarix strategiya rəqəmsal model və Türk dilli dövlətlər hansı rəqəmsal model üzərində qurulmalıdır. Və Cəhdən Mərdi çıxış eləndə ölkə prezidenti İlham Əliyevin Türk dilli dövlətlər haqqında fikrini dedi. Mən də həmən fikrə biraz başqa rakursda yada salmaq istəyirəm. Cənab prezident deyir ki, bugün dünya miqyasında Türk dilli dövlətlər öz layiqli yerini tuta bilir. Bundan sonra daha fəal olmalıyıq ki, təhsil imkanlarımız geniş olsun. Həminən ki, yaxın gələcəkdə Türk dilli dövlətlərin dünyada mövqeyi və rol daha da artacaqdır. Türk dünyası bizim bir ailəmizdir. 20-ci əsr Türk dünyası əsr olacaq. Bizdə İlham Əliyev. Bu fikri İlham Əliyev bunu o dövrdən deyib. 20-ci əsr Türk dünyası olacaq. Bunu sonradan digər Türk dilli dövlətlərin liderləri də deyirlər və o cümlədən bu yaxınlıq əsasında olan tədbirdə və təkrar olunduğu müxtəlif ölkələrin, Türk dilli ölkələrin prezidentləri tərəfindən. Və orada da deməli, süni intellekt və rəqəmsal inkişaf mövzusunda bu söhbətlərdən məlum oldu ki, Türk dünyasının rəqəmsal gələcəyi, ortaq təhsil və süni intellekt strategiyası Türk dünyasının yeni geosiyasi dövrdə öz yönünü müəyyənləşdirmə cəhdidir. Yəni, Türk dünyası rəqəmsallaşmasa və rəqəmsal mühitdə rəqabətə qabil davanı olmasa, rəqabət qabiliyyəti olmasa, bizim inkişafımız çətin olacaqdır, inteqrasiyamız çətin olacaqdır. Öz sivilizasiyamızı biz qoruya bilməyəcəyik. Çünki əks tərəf elə yüksək texnoloji bir mühitdə olacaqdır ki, məsələn, çox sadə bir nümunə. Hamının elində uşaqlarda, körpələrdə siz telefonu uşağın əlindən ala bilirsiniz. O uşaqlar tamam başqa bir dünyada böyüyürlər. TikTok, WhatsApp, Facebook, müxtəlif oyunlar və onların hamısı həmin ölkələrdə rəqəmsal baxımdan inkişaf etmiş ölkələrdə hazırlanır. Və orada da təbii ki, onların özünün strateji məqsədlərində xidmət edir. Eyni zamanda digər ölkələrin uşaqlarının inkişafını, zehniyyətini ləngitmək, ziyanlı vərdişlər onlarda yaratmaq, hətta artıq rəqəmsal narkotik var. Yəni, o müəyyən səsli siqnallarda, o siqnalı eşidən adamın beyninə narkotikin etdiyi mənfi təsir qədər mənfi təsir edir və beynin
normal fəaliyyətini atıb pozur. Yəni, belə təhlükələr var, ona görə gec də olsa bu Türk dövlətləri bu sahədə çox ciddi işlər görməlidir ki, tarixin bu çətin mərhələsindən bu dövlətlər ayaqda qala bilsinlər. Bilirik ki, bəşər tarixində çox olub, sivilizasiyalar yaranıb, yox olub, məhv olub və ona görə də bu şansları biz dəyərləndirməliyik. Türk rəqəmsal sivilizasiyası yaradılmasının start mərhələsi başlayırdı. Süni intellekt və rəqəmsal inkişaf samiti vahid Türk rəqəmsal məkanının yaradılmasına ciddi təkan verəcək. Lakin bu proseslərin sinkron olması üçün Türk dövlətlər təşkilatının təhsil sisteminin inteqrasiyasına ehtiyac var. Əgər biz eyni təhsil sistemi yarada bilməsək, mən məruzanın növbəti hissəsini bu vaxtda danışacağım, bu məqsədlərə nail olmamız çətin olacaq. Bu inteqrasiya vahid informasiya təhsil məkanı vasitəsilə mümkündür. Bu istiqamətdə hələ çox işlər görülməlidir. Vahid informasiya təhsil məkanı müxtəlif ölkələrin qurumların ortaq təhsil platformaları, məlumat bazaları, təhsil standartları, elmi üsulları üzərindən birləşdiyi, inteqrasiya olmuş təhsil ekosistemidir. Bu modeldə universitetlər, müəllimlər, tələbələr, tədqiqatçılar vahid informasiya şəbəkəsində qarşılıqlı fəaliyyət göstərir, bilik və üsul mübadiləsi aparılır. Sivilizasiyaların qarşı durması rəqəmsallaşır. Mən bərabərdə danışdım, Huntington'un sivilizasiyalara qarşı durması kitabı haqqında və orada qeyd edilir hansı sivilizasiyalar var. O sivilizasiyaların yeni formalaşan, əslində tarixin hamısından dərin tarixi olan, amma müəyyən bir siyasi və qeyri-siyasi səbəblərdən bunlar bugünlərlə də inteqrasiya oluna bilmirlər. Belə bir Türk dünyası var, 300 milyon ahalisi olan, dili eyni, şuurlu eyni, amma bunların dili, şuurlu, əməli eyni olması üçün düşüncəsi eyni olmalı. Düşüncə isə təhsil sisteminin altında olmalı. Ona görə də təhsilin də inteqrasiyası bu işlərin önündə getməlidir. Rəqəmsal sivilizasiya nədir? Rəqəmsal sivilizasiya bu tarixin yeni mərhələsində yaranmalı sivilizasiyadır. Müəyyən bir cəmiyyətin və qeyri-siyasi blokun texnoloji platformalar, məlumat istehsalı, emalı sistemi, alqoritmik idarəetmə mexanizmləri, rəqəmsal dəyərlər üzərində bulunan yeni inkişaf modelidir. Əgər klassik sivilizasiyalar din, mədəniyyət və tarix üzərində formalaşırdısa, yeni dövrdə onların yerini data platforma, süni intellekt infrastrukturu tutmalıdır. Və müasir dünyada 3 böyük rəqəmsal sivilizasiyalar, qərb modeli, platforma kapitalizmi, Çin modeli, rəqəmsal dövlət, Avropa modeli, normativ rəqəmsal sistem. Gördüyünüz kimi bu rəqəmsal sivilizasiyada Türk dünyası yoxdur, Türk modeli yoxdur. Bunun üzərində düşünmək lazımdır, bunun haqqında fikirləşmək lazımdır. Qərb modeli bu platforma kapitalizmidir. Bu modelin mərkəzində Amerika Birləşmiş Ştatlarıdır. Onun əsas simvolları Google şirkəti, Apple şirkəti, Microsoft şirkəti kimi texnoloji nəhənglərdir. Yəni, bizim qarşımızda belə böyük nəhənglər dayanır. Yəni, biz bu işin məsuliyyətini, ağırlığını, çətinliyini və buna təbəb olunan bütün resursları cəlb eləməliyik ki, ayaqda qala bilək. Modelin əsas xüsusiyyətləri formal olaraq açıq internet ideologiyası, özəl sektor dominantlığı, məlumatın iqtisadi kapital kimi qiymətləndirilməsi və süni intellekt sayəsində sürətli innovasiyadır. Bu sistemdə insan əsasən istifadəçi və istehlakçı statusunda iştirak edir. Çin modeli, rəqəmsal dövlət. Bu modelin əsas simvolları Huawei, Alibaba Group, Tencent kimi şirkətlərdir. Burada dövlət nəzarətli platformalar, sosial kredit sistemi və məlumatdan idarəetmə aləti kimi istifadəsi əsas yer tutur. Süni intellekt dövlət strategiyasının mərkəzi komponentidir Çində. Bu modeldə insan rəqəmsal vətəndaş və eyni zamanda idarə olunmuş subjekt kimi qəbul edilir. Çin modeli Amerika və Avropa modelindən fərqlidir. Bu da ölkənin daxili tələbatından doğru, çünki milyarderlə əhali var və bu rəqəmsallaşma onlara imkan verir ki, milyarder əhalini daim monitor edə bilsinlər, izləyə bilsinlər, məlumat ala bilsinlər, datalarını emal etsinlər və onun hesabına da az vaxtda Çin sürətli inkişaf edir. Avropa modeli. Bu
yeni bir ittifaqda Avropa modeli, yəni bunun tarixi kökü yoxdur, son 20 ildə Avropa ittifaqı yaranmaqla yarandı. Onların da rəqəmsal modeli Çin və Amerika modelindən fərqlidir və texnoloji cəhətdən zəifdir. Onların Çində və Amerikada olduğu kimi güclü resursları yoxdur, şirkətləri yoxdur. Amma onlar Avropanın əsas dəyərləri və demokratiya, insan hüquqlarına əsas götürələr rəqəmsal mühitdə etik qaydalar, insanların hüquqlarının qorunması və sair məsələlər önə gətirib Avropa modeli qurulur. Və sivilizasiyaların toqquşma xəttləri özünü göstərir və yeni dünya inkişaf səviyyəsində yeni deməli rəqəmsal qarşıdurmalar yaranır. Hamiltonun sivilizasiya səhətləri anlayışı artıq rəqəmsal müstəviyə transformasi olunur. Yeni qarşıdurma xəttləri data suverenliyi, məlumatı kim idarə edir və milli data sərhədləri kim müəyyənləşdirir. Yəni, bunu müəyyən edə bilməyən dövlətin data suverenliyi yoxdursa, bunun suverenliyi sorulur. Süni intellekt olunur. Böyük dil modelləri və hesablama gücünə kim malikdir? Platforma müharibələri, tətbiqi ekosistemlər və rəqəmsal bazar yolunda mübarizə, kiber təhlükəsizlik, görünməz rəqəmsal müharibələr və kiber hücumların artması. Ən mühüm dəyişiklik mədəniyyətin qurlaşdırılmasıdır. Klasik sivilizasiyada din, dil, ideologiya və ənənə əsas edir. Rəqəmsal sivilizasiyada alqoritmlər, proqramlaşdırma dilləri, platforma qaydaları və data modelləri üstünlük təşkil edir. Bugün insanın dünya görüşünü artıq təkcə məktəb və ailə deyil, platforma alqoritmlərdə formalaşdırılır təsir edir. Yeni güc anlayışı yaranır. Əvvəl, əgər siyasi kapital torpaq olduğu enerji resursları idisə, indi data, hesablama infrastrukturu, alqoritm üstünlükləri əsas strateji resursa çevrilir. Və bununla əlaqəli biz bəzi söhbət edildik, qeyd elədim, mən də belə Qazaxstanda keçirildi, sammit oldu bu məsələləri qeyd olundu. Və bununla əlaqəli Azərbaycanın və Türk dünyası qarşısında müəyyən çağırışlar dayanır. Nələrdən ibarət bu çağırışlar? Bu yeni şəraitdə əsas məsələ budur. Türk dünyası hansı rəqəmsal sivilizasiyanın tərkib hissəsinə çevriləcək, yoxsa öz rəqəmsal modeli formalaşdıracaq. İndi dünyada gedən geosiyasi proseslər bunu göstərir ki, tamamilə köhnə bloklar, köhnə ittifaqlar dağılır, hətta Amerikanın, Avropa ittifaqının da müttəfiqliyi, sonra şərtdə hətta NATO'nun dağılma söhbəti də gündəmdədir, yeni bloklar yaranır. Belə bir şəraitdə Türk dünyası da yenidən tənzimlənməlidir, nizamlanmalıdır və məşhur bir deyim vardır, Türk'ün Türk'dən başqa dostu yoxdur. Bu gün həmin dövrə gəlmiş şəxsdir. Doğrudan da Türk dünyasının heç bir başqa bir dostu yoxdur, özü rəqəmsal dünyasını qurmalıdır. Əks halda biz öz datalarımızı, öz serverlərimizi başqa hansısa bir dövlətlərə etibar eləmiş olsaq, biz bilməliyik ki, biz artıq tamamilə əsarət altında ola bilərik, təhdid altında ola bilərik və İslamda bizə əlavə şərtlər qoya bilərlər. Azərbaycan və Türk dünyası üçün çağırışlar müəyyən risklərlə bağlı yaranmış vəziyyətdir. Texnoloji asıllıq, data əsarəti, milli dillərin və mədəniyyətlərin alqoritmik silinməsi, xarici platformaların dominantlığı. Eyni zamanda böyük imkanlar da yaranır. Vahid Türk rəqəmsal platformalarının qurulması, lokal süni intellekt modellərinin yaradılması, təhsil və informasiya mühitində rəqəmsal suverenliyin təmin olunması. Artıq dünyada dövlətlərin deyil, platformaların rəqabəti başlayır. Hansı platforma daha güclüdür, daha təhlükəsizdir, onlar daha qüdrətlidir. Müasir dövrün əsas qarşıdurulması qərb-şərq və ya İslam-qərb xətti deyil. Bu mübarizə açıq sistemlər və nəzarətli sistemlər, yəni insanı azad edən alqoritmlərlə insanı idarə edən alqoritmlər əsasındadır. İnsanı idarə edən alqoritmlər Çinin modelidir, insanı azad edən alqoritmlər Avropanın və Amerikanındır. Amma biz Türk modeli olaraq, mən çıxışımın müəyyən hissəsində bunu təhlil eləmişəm, biz o modellərin heç birindən istifadə edə bilmərik. Biz yeni bir model yaratmalıyıq. Çünki o model bizim dünya görüşümüzü, ideologiyamızı, gələcək nəslinin təhsilini, tərbiyəsini idarə edəcək. Ona görə də bizə nə Çin, nə Amerika, nə Avropa
dəyərlərə uyğun olmayacaq. Biz Türk dəyərlərindən, əvvəldən eləmişəm, əsasən də Osmanlı dəyərlərinə qayıdıb baxmaq lazımdır. Həmin o tarixi Osmanlı dəyərləri hansının ki, dönəmində Türk dünyası dünyada möhtəşəm mövqe tutmuşdur. Bu dəyərlərin rəqəmsal bir mühitdə reallaşması olmalıdır. Çünki biz nə etmişik, bizim başqa ailəmiz yoxdur, bizim başqa tariximiz də yoxdur, biz kökümüzdən qopa bilməliyik. O kökə sökülməliyik, tarixə, ənənələrə baxmalıyıq, amma onlara rəqəmsal mühitdə reallaşdırmalı ki, bu dövlətlər həqiqətən bir-birinə ehtiyacını, bir-birinə tələbatını hiss eləsinlər, birləşsinlər və bir nöqtəyə qoysunlar. Türk dünyası üçün rəqəmsal sivilizasiya modeli deməli, bu texnoloji sürələr olmalıdır, mədəni davranışlı olmalıdır, iqtisadi inteqrasiya prinsipləri üzərində qurulmalıdır. Bu modelin əsas missiyası Türk dövlətləri arasında vahid rəqəmsal informasiya və bilgi məkanı formalaşdırmalıdır. Türk dövlətlərinin rəqəmsallaşması, rəqəmsal suverenliyinin fəlsəfəsi İsmail Kaspiyalın dildə bir, düşüncədə bir, əməldə bir ideyasının rəqəmsal reallaşması olmalıdır. Yəni, dil, üstə yaldat, üstə düşüncə, bunlar rəqəmsal sivilizasiya yaradacaq. Bu modeldə dil, identiklik, yəni bizi tanıdı ki, biz Türkük, data, strateji resurs, yəni bizə məxsus və böyük hissəsində məxsul məlumatlar, alqoritm idarəetmə mexanizmi, idarəetmə texnologiyası. Türk dünyası rəqəmsal sivilizasiyasının struktur modeli belə ola bilər. Dil və semantika bilməsi. Məqsəd Türk dillərinin rəqəmsal mühitdə dominantlığını təmin etmək. Bunun üçün ortaq təbii dil emalı, elektron modelləri, avtomatik tərcümə etmə sistemləri və terminoloji standartlaşma mexanizmləri yaradılmalıdır. Data və bilik infrastrukturu. Əsas məqsəd xarici platformalardan asılılığı azaltmaqdır. Regional data mərkəzləri, milli bulud sistemləri və ortaq Türk data şəbəkəsi formalaşmalıdır. Süni intellekt infrastrukturu, Türk dillərində böyük dil modelləri, adaptiv təhsil sistemləri, dövlət idarəçiliyində qərar dəstəyi alqoritmləri hazırlanmalıdır. Bu arada əsas məqsəd süni intellektin suverenliyidir. Platformada iqtisadiyyat, regional elektron ticarət, rəqəmsal ödəniş və təhsil platformaları yaradılmalıdır. Məqsəd qlobal texnologiya platformalarının asıllığı minimuma edilməkdir. İdarəetmə və etik çərçivə, rəqəmsal konstitusiya, data hüquqları, süni intellekt etikası formalaşmalıdır. Bu model həm də Avropa qiyməti və anlaşmasını, həm də yerli mədəni dəyərləri birləşməlidir. Qazaxıstandakı sammitdə Özbəkistan prezidenti Mirziyoyev bunu xüsusilə eləmişdir ki, Türk dövlətləri üçün xartiya yaradılmalıdır. Xartiya bir konstitusiya fason, bir ümumi bir lazımlaşdırılmış bir müqavilədir, sənəddir ki, bu dövlətlərin hər birisi onu rəhbər tutur. Yəni, Türk dövlətlərin hər bir özünün konstitusiyası qanunları var, amma onları birləşdirən ümumi bir normativ sənəd yoxdur. Bu normativ sənəd bir xartiya formasında ola bilər, Avropada var belə xartiyalar. O xartiyaya artıq bir strateji və strateji yol xəritəsi olur. Mən ortada bir mərvələrdən çıxıb bu yaxınlarda Türk dövlətlərin xaritəsi necə olmalıdır. Gələcəkdə inşallah bir dəfə də onlarla söhbət edə bilərik. İdarəetmə və etik çərçivə. Rəqəmsal konstitusiya, data hüquqları və süni intellekt etikası formalaşmalıdır. Bu model həm Avropa normativinə, həm də yerli mədəni dəyərlərə əsaslanmalıdır. Deməli, 20-ci əsrdə sivilizasiyaların gələcəyini artıq torpaqdır yox, alqoritmlər müəyyən etdi. Yeni dövrdə qalib olanlar daha çox əraziyə sahib olan dövlətlər yox, daha güclü insan kapitalına, innovasiya potensialına və rəqəmsal düşüncə sisteminə malik olan cəmiyyətlər olacaq. Və son 5 il ərzində gedən müharibələr göstərir ki, çox ərazisi böyük olan dövlət, ərazisi kiçik olan dövlətlərə məğlub olurlar. Ona görə ki, məhz insan kapitalı, innovasiya potensialı və rəqəmsal düşüncə sistemi onları dayanır. Türk dünyasının qarşısında isə seçimlərdir. Biz texnologiyanı istifadə edən tərəf olacaq, yoxsa onu yaradan və idarə edən. Əgər biz yaradan tərəf olmasa, idarə edən tərəf olmasa, istifadəsi olsa, onda bizim gələcəyimiz daha çətin görünə bilər.
Türk dilli ölkələrin vahid rəqəmsal universiteti. Yəni bizim fəaliyyətimizlə bağlı, təhsil sisteminin fəaliyyəti ilə bağlı ən mühüm məsələ budur. Türk dilli rəqəmsal universitet yaratmaq, bu nə deməkdir? Nələr olmalıdır, nə işlər görməliyik və ya bu böyük bir məsələdir. Düzdür, Türkiyənin Qazaxıstanın bu sahədə təcrübəsi bizdən xeyli yüksəkdir. Aşağı 15-20 bizdən qabaqdadır. Amma həlada biz də daha bu qadağalara yetişdirməliyik. 25 ildir mən Təhsil Nazirliyi ilə mübarizə aparım ki, bu ölkədə distant təhsil yaratmaq lazım. Dövlət nazirlər ki, heç birisi izah edə bilmir ki, niyə bunu qadağan edirlər? Və bu üstünlük intellekt gəldi, distant təhsilin imkanını 1000 dəfə artırdı. Amma biz hələ də gözləmə mövqeyindik və bundan da itiririk, çox itiririk. İnsan kapitalını yaratıcılarla özünə strateji hədəf qoyulur ki, ilk növbədə distant təhsildən istifadə edir. Amma bizim bu işlətdiyimiz Teams yox. Bu webinar platformasıdır. Vəziyyətlər çıxmaq üçün hazırlığı ki, istifadə. Amma normal beynəlxalq standartlar səviyyəsində akreditasiya tələbləri olmalıdır. O akreditasiya tələbləri əsasında universitetlərə lisenziyalar verilməlidir. Hansı universitetlər distant təhsil qurulmağa artıq gəlib çatıbdır, o imkanları var, resursları var, müəllimlər, xüsusi təlimlər keçirlər, hansı ixtisaslar, hansı fakültələr, hansı fənlər və s. belə bir ya ilkin mərhələdə hibrid təhsil, ya tam distant təhsil bunu eləmək lazımdır. Çünki 17 ildir təhsil qanununda var, bir il əvvəl distant təhsil standartı təsdiq olundu. Artıq diplom anlayışı aradan çıxıb, mikrodiplomlar gəlir. Bir yandan deməli, biz 200 min nəfər Azərbaycan vətəndaşından Coursera kursunda oxuması üçün müqavilə bağlayırıq. Coursera şirkəti ilə Azərbaycan dövləti olaraq və oraya da kifayət qədər pullar köçürdürük. Digər tərəfdən də ölkənin özündə distant təhsilin inkişafına mane olur. Halbuki biz o pula ölkədə özümüz distant təhsil bula bilərdik. Şəxsən mən 10 il əvvəl bu məsələləri qaldırmışdım. TİKA təşkilatı var burada, Türk İnkişaf Qalkınma Ajansı. Mən onlar təşkil eləmişdim ilkin mərhələdə ki, Türk dilli dövlətlər üçün distant təhsil platforması yarada biznes təhsilə aid, yəni sahibkarlıq təhsillər, yəni bu Türk dövlətlərində sahibkarlığın vəziyyəti də çox aşağıdır. Yəni heç bizim hələ də tanınmış iş adamlarımız yoxdur və s. Bunun üçün bunlar maariflənməlidir, iqtisadi biliklər olmalıdır. Məsələn, 2 gün əvvəl beynəlxalq hesabat çap olunub startuplar üzrə. Keçən il dünyada 50 milyon startup hazırlanıb. 8 milyar insan 50 milyon startup layihəsi hazırdır. Bunların müəyyən isə uğursuz startup olur, ondan nəticəsi olur. Azərbaycanda 30 startup hazırlanır. Hər milyon nəfərə götürəndə nisbəti bizim məlumatımız, yaratdığımız startupların sayı qlobal yaradılan startupların sayını 2000 dəfə azdır. Yəni bu fərq dövlət bu uçurumundan da böyük bir fərqdir. Çünki bizim sahibkarlar və universitetlərin bu işi əsas işi olmalı. Mən ona görə 92-ci ildə Nazirlər Kabinetinin qərarı var. Universitetlərin nəzərində şirkətlər açılsın və açılmış bizim universitetdə bir iki şirkət var. Sonralardan onların da inkişafına şərait yaradılmalı, bağlanılırsa. Yəni, o ölkələrdə Qazaxıstanda, Türkiyədə şirkətlər və universitetlərində startuplar yaradırlar, innovasiyalar yaradırlar. Bunun hesabına sahibkar universitet olurlar, 4-cü nəsil, 3-cü nəsil, 5-ci nəsil universitetlər yaranır. Universitetlər pul qazanırlar, yəni təhsil haqqı ilə universitet yaşaya bilməz indiki zamanda. Pul lazımdır, universitet qazanır. Amma buna universitetə investisiya olunmalıdır, şərait yaradılmalıdır, illər ərzində ki, sonra universitet bunu, yoxsa kasıb universiteti problem böyük şəxs eləməklə universitet əlində olanı da içəcək. Yəni, bu mənada Türk Dünyası Rəqəmsal Universitet modeli deməli, vahid platform üzərində belə bir universitetin yaradılmasına dəstək verə bilər. Burada bakalavr, magistr təhsil olmasa da, mən söylədiyim kimi, Coursera kursu kimi qısa kurslar ola bilər. Kimin hansı deməli, biliklərə, hansı bacarıqlara ehtiyacı varsa, 1 ay, 2 ay, 3 aylıq belə kurslar seçir, hələlik ilkin mərhələdə
belə öyrənə bilər. Və digər tərəfdən də universitetlər də öz sənədlərində, qanunvericiliyində müəyyən fərqlər, müəyyən dəyişikliklər edib, bu kursiyyə kimi bu kursların sertifikatlarına deməli, öz tədris planlarına uyğunlaşdırıb müəyyən işləri qəbul edə bilərlər. Ənənəvi universitet modeli fiziki kampus, lokal kurikulum və məhdud coğrafi təhsil prinsipi üzərində qurulur. Rəqəmsal dövrdə isə bu sərhəd artıq tanınmır. Mobil və fərdi təhsil sistemi yaranır, əmək bazarı isə sürətlə dəyişir. Belə şəraitdə universitet artıq bina deyil, platforma və ekosistemdir. Türkiyə Rəqəmsal Universiteti məhz bu transformasiya nəticəsi kimi ortaya çıxır. Bu model yalnız təhsil layihəsi deyil, Türk dünyasının rəqəmsal inteqrasiya mexanizmidir. Türk Dilli Rəqəmsal Universitetinin missiyası və strateji məqsədləri nədir? Türk Dilli Rəqəmsal Universitetinin missiyası Türk Dilli dövlətlər üçün vahid təhsil məkanı, ortaq bilik bazası, rəqəmsal insan kapitalı sistemi yaratmalıdır. Strateji hədəflər aşağıdakılar olurlar. Ortaq diplom və ortaq kredit sisteminin qurulması. Təhsildə kredit sistemindən gelir. Vahid akreditasiya və keyfiyyətə təminat mexanizmi. Burada mən bir əlavə bir şey salmaq istəyirəm. Bu yaxında ölkənin baş naziri mətbuat konferansında dedi ki, bizim universitetlərin diplomlarının əksəriyyətini heç qardaş Türkiyədə tanıdırlar. Yəni biz beynəlxalq akreditasiyaya hazır deyilik. Ən azı Türk dilli dövlətlərin özünün vahid akreditasiya sistemi olsa, onlar da Avropa və qlobal tələbələr səviyyəsində onu formalaşdırsalar, universitetləri hazırlayıb, inkişaf etdirib, o tələbələr səviyyəsinə çatsalar, məsələn, biz reytinglərdə hansısa cüzü yer dəyişməklə fəxr edirik. Məsələn, Qazaxıstan 35 universiteti, top 1500-ləri bizim 10 universiteti. Amma diqqətlə baxanda görürsən ki, bunların heç bir başqa nailiyyəti yoxdur və əgər həqiqətən bunların diplomları Türkiyədə tanınırsa, bu reytinglər nədən ibarət? Sual yarar. Hansısa məlumatdan manipulyasiya eləməklə ictimai sorğular aparaq, o sorğuların nəticəsində reyting qalxızmaqla bunun praktik olan universitetin keyfiyyətinə təsiri yoxdur, əmək bazarına təsiri yoxdur, insan kapitalına təsiri yoxdur. Yəni, belə vahid akreditasiya və keyfiyyəti təminat mexanizmi yaradılmalıdır, xarici platformalardan asılılıq azaldılmalıdır. Yəni, kursiyaların özündə biz bəlkə 20-30 milyon dollar xərclədik keçən bizim vətəndaşların oxuması üçün. O pula biz elə öz milli distant platformamızı və elə bir analoji kursu yarada bilərdik. Süni intellekt, data elmi və mühəndislik. Sahələrdə yeni nəsil mütəxəssislərin hazırlanması, Türk dünyasının ortaq akademik və texnoloji məkanının formalaşması və Türk Dilli Rəqəmsal Universitetin struktur arxitekturası belə ola bilər. Bu 5 pilləli rəqəmsal model əsasında qurula bilər. Birinci, akademik səviyyə. Sistem modul əsaslı bakalavr, magistr və mikro dərəcə proqramlarından ibarət olacaq. Tələbə müxtəlif ölkələrin universitetlərindən kurs seçə biləcək. Məsələn, süni intellekt ixtisasını Qazaxıstandan, biznesini idarə etməsini Türkiyədən, enerji mühəndisliyini Azərbaycandan və s. Beləliklə, təhsil coğrafiya ilə deyil, sərişlərlə asılı olacaq. İkinci, süni intellekt səviyyəsi. Türkiyə Rəqəmsal Universitet platforması hər tələbə üçün fərdi öyrənmə traktoriyası quracaq. Tələbənin fərdi öyrənmə traktoriyası bu Bologna prosesinin tələblərindən biridir, amma indiyə kimi olan o traktoriyalar reallıqdan çox uzaqdır. Çünki onların heç birisi datalara əsaslanmayıbdır. Amma indi dataların əsasında hər tələbənin fərdi və səmərəli fərdi tədris traktoriyasını sistem özü yarada biləcəkdir. Həm də bu öyrətməni adaptiv edəcək, qiymətləndirməni adaptiv edəcək. Və süni intellekt əsaslı mentor sistemi və akademik dəstək mexanizmləri yaradacaq. Məqsəd hər tələbəni rəqəmsal şəxsi müəllimlə təmin etməkdir. Yəni, hər müəllimin rəqəmsal köməkçi olacaqdır. Müəllim rəqəmsal köməkçi ilə, tutorla bir yerdə tələbələr daha fərdi, daha səmərəli, daha yüksək intellektual səviyyə yüksəldə biləcəkdir. Platforma infrastrukturu. Platforma bu texnologiyaları, mobil yanaşması, yəni mobil telefonda istifadə imkanı bu mühümdür. Regionlar üçün offline imkanı üzərində qurulmalıdır. Yəni, elə regionlarda ki, internetin sürəti zəifdir, onlarda da bunu offline istifadə etmək üçün
imkan olmalıdır, yükləsində kompüterə, hansısa bir daşıyıcılarda alsınlar mühazirə mətnlərinin videosunu, elektron kitabxana müəyyən hissəsində və offline rejimdə məşğul olsunlar. Model funksional baxımdan Coursera və edX tipli platformalara bənzəsə də, onun əsas fərqi bazar deyil, sivilizasiya inteqrasiyası. Yəni, burada məqsəd pul qazanmaq yox, sivilizasiya inteqrasiya eləməkdir. Belə bir infrastrukturda. Data və analitika səviyyəsi. Sistem real vaxt rejimində tələbə performansı, yəni tələbənin öyrənməsinin nəticələri, gündəlik, aylıq, illik, günlük və dördülük. Bütün nəticələr orada olmalı, bu performansdır. Əmək bazarının tələbləri, yəni əmək bazarı da dəyişir. Çox vaxt universitetlər əmək bazarının tələblərindən kənar qalır. Amma bu vahid platformada olanda şirkətlər də öz tələblərini orada daima verəcəklər və o əmək tələblərini də ona uyğun tədris planlarını da dinamik olaraq dəyişmək mümkün olacaq. Və təhsil siyasətinin effektivliyi. Təhsil siyasətinin effektivliyi də biz bu performanslarla əmək bazarının tələblərini nəzərə almaqla hiss edəcək ki, bu daha səmərəli və bunları təhlil etmək mümkündür. O cümlədən tələbələrin işinin təminatı və s. Bu yanaşma təhsili emosional və inzibati modeldən çıxarıb ölçülə bilən və proqnozlaşdıran sistemə çevrilir. İdarəetmə və koordinasiya. Türkiyə Rəqəmsal Universitet modeli Türk dilli dövlətlər təşkilatı çərçivəsində akademik və texnoloji şuralar tərəfindən idarə oluna bilər. Burada dövlət, universitet, sənaye əməkdaşlığı əsas idarəetmə prinsipi olmalı. Bizdə artıq ölkədə internetin inkişafına bağlı müəyyən şuralar var və ona analoji, amma bu dövlətlər arası belə şuralar yaradılmalıdır. Türk dilli Rəqəmsal Universitetin modeli çevik və modul əsaslı olmalıdır. Yəni 3-6 aylıq mikrokurslar, sertifikatların diploma transformasiyası, yığıla bilən dərəcələr modeli, hibrid təhsil, yəni onlar da praktik mərkəzlər, prioritet istiqamətlər isə süni intellekt, data elmi, kiber təhlükəsizlik, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, təhsil texnologiyaları. Dil siyasəti türk dilləri və ingilis dili üzərində qurulmalı. Süni intellekt əsaslı real-time tərcümə sistemləri tətbiq edilməlidir. Yəni, dil bariyeri olmamalıdır. Yəni, bu artıq tərcümə imkanlarının artması imkan verir ki, əcnəbi dillərin öyrədilməsinə ayrılan vaxtı ixtisasını öyrənməsinə yönətmək lazımdır. Amma təəssüf ki, bizdə doktorantura qəbulda xüsusən elə tələblər qoyurlar ingilis dilindən, xarici dillərdən. Kimlərsə doktorantura getmək istəyirsə, onlar ixtisası qoyub 2 il üçün ancaq ingilis dilini öyrənirlər. Ona görə də sonra vaxtında müdafiə ilə bilmirlər, yaza bilmirlər, belə problem yaranır. Əgər o elmə gəlirsə, ondan 1 ilə 2 ilə ingilis dilini tələb etmək düzdür. O işlədikcə illər ərzində ingilis dili öyrədəcək. Xüsusən də texnologiyaların belə imkanı varsa ki, hətta onlayn konferanslar öz dilində eşidirsən və öz ana dilində danışırsan, sənin ingiliscə eşidirlər, anlayırlar. Bunlar bu tələblər artıq dəyişir. Yəni, bu rəqəmsal müstəvi və əsas aparıcı türk dili olmalı. İnteqrasiya modeli və maliyyə mexanizmi. Türkiyə Rəqəmsal Universitet platformasında məqsəd təhsil, innovasiya, məşğulluq zənciri yaratmaqdır. Universitetlər, texnologiya şirkətləri, startup ekosistemləri, dövlət qurumları iştirak etməlidir. Maliyyə mənbələri isə dövlət fondları, beynəlxalq təşkilatları, özəl sektor və s. ola bilər. Və bu 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ 2 il ərzində platformanın qurulması, pilot proqramların işə salınması, süni intellekt və biznes istiqamətində ilkin kurslar. İkinci mərhələ 2 il, 5 il arasında ola bilər tam diplom proqramları, yəni artıq 5 il ərzində bakalavr proqramlar yekunlaşa bilər. 100 mindən çox tələbə cəlb oluna bilər pilot layihəyə və regional inteqrasiya ola bilər. Üçüncü mərhələ 5-10 il. Bu müddətdə artıq qlobal rəqabətə çıxış Türk dünyasının MIT və Coursera modelinin formalaşması mümkün ola bilər. Türk dili rəqəmsal ideya 20 il əvvəl Virtual Turan Universiteti konsepsiyası kimi tərəfimizdən irəli sürülmüşdür. O dövrdə bu layihə distant təhsil təşəbbüsü kimi görünürdü. Əslində bu Türk dünyasının erkən rəqəmsal inteqrasiya modeli idi. Çünki təhsil inteqrasiyası digər bütün inteqrasiyaların start nöqtəsidir, başlanğıcıdır. Layihə məqsədi vahid təhsil platforması yaratmaq,
ortaq akademik məkan qurmaq, inteqrasiya olmuş insan kapitalı formalaşdırmaq idi. İdeya öz dövrünü qabarlayırdı. Bugün qlobal təhsil platformalarının istifadə etdiyi prinsiplər 20 il əvvəl artıq nəzərdə tutulurdu. Qərb platformaları bazar üçün qurulmuşdursa, virtual Turan Universiteti sivilizasiya inteqrasiyası üçün nəzərdə tutulmuşdur. Niyə reallaşmadı? Bəzi səbəblərini deyim. Deməli, texniki deyil onun səbəbləri, idarə etməklə bağlıdır. Deməli, strateji düşüncənin zəifliyi, innovasiyadan qorxmaq, strateji vizyonu çatışmazlığı səbəbindən 20 ildən, 25 ildən sonra artıq yenidən bu ideyaya qayıtmaq məcburiyyətində qalır. Belə mühitdə gələcəyə yönəlmiş ideyalar çox vaxt real deyil, vaxtı çatmıyor kimi qiymətləndirilir. Amma problem ideyada deyil, qiymətləndirmə sistemindədir. Bugün vəziyyət dəyişir. İnternet artıq qlobal infrastruktura çevrilir, süni intellekt dominant texnologiyadır. Platformalar dövlətlər qədər təhsil gücünə malikdir. Lakin əsas problem hələ də qalır. Təhsil idarəçiliyində strateji baxışın və texnoloji sərişlərin zəifliyi. Buna baxmayaraq, layihə aktuallığını itirməyib, əksinə bugün onun reallaşması üçün daha əlverişli şərait var. Türk dili dövlətlər təşkilatı daxilində dərin inteqrasiya məhz belə ortaq təhsil platforması ilə başlaya bilər. 20-ci əsrdə universitetlər sadəcə təhsil müəssisəsi deyil, sivilizasiya infrastrukturu rolunu oynayır. Əgər 20-ci əsrdə universitetlər milli dövlətlər yaradırdısa, 20-ci əsrdə rəqəmsal universitetlər sivilizasiya olur. Türk dili rəqəmsal universitet layihəsi həyata keçirilərsə, Azərbaycan regional rəqəmsal təhsil mərkəzinə çevrilə bilər. Türk dünyasında ortaq akademik məkan yarana bilər. Qlobal platformalara alternativ model formalaşa bilər. Türk dünyası rəqəmsal sivilizasiya tərəfdaşı kimi çıxış edə bilər. Türk dünyası texnologiyasının istifadəçisi olacaq, yoxsa onun istehsalçısı. Bu məsələdə bir dəfəlik qəti şəkildə və düzgün həll edilir. Türk Dövlətləri Təşkilatlarının Universitet şəbəkəsi, Türk dünyasının ortaq intellektual məkan modeli. 20-ci əsrdə dövlətlərin və sivilizasiyaların gücü artıq yalnız hərbi potensial, enerji və coğrafi üstünlüklə təyin olundu. Yeni dövrdə əsas strateji resurs, informasiya, süni intellekt, universitetlər, elmi ekosistem, rəqəmsal platformalar, insan kapitalıdır. Bu səbəbdən müasir universitetlərdə artıq sadəcə təhsil müəssisəsi deyil, onlar texnologiya istehsal edən, elmi düşüncə formalaşdıran, milli strategiya yaradan və gələcəyin insanı yetişdirən sivilizasiya mərkəzlərini çevrilir. Və Türk Dili Dövlətlər Təşkilatının strateji vəzifəsi deməli, vahid universitet və intellektual şəbəkə yaratmaq. Çünki uzun müddətli inteqrasiya yalnız enerji layihələri, nəqliyyat dəhlizləri və siyasi sammitlərlə təmin edilə bilməz. Davamlı inteqrasiyanın əsası ortaq birlik məkanı, ortaq elmi sistem, vahid intellektual ekosistemdir. Türk Dövlətlər Təşkilatının universitet şəbəkəsi niyə lazımdır? Çünki hazırda Türk dövlətləri arasında siyasi, iqtisadi əməkdaşlıq genişlənir, nəqliyyat, logistika əlaqələri güclənir. Lakin ən vacib istiqamət, ortaq təhsil məkanı və vahid akademik sistem hələ tam formalaşmıyor. Və bu müəyyən strateji boşluqlar yaradır. Fikirlərin Avropa İttifaqının yaranması ilə Bologna prosesinin yaranması eyni vaxtda düşür. Yəni, Bologna prosesinin tələbləri Avropanın universitetlərinin vahid Avropanın əmək bazarına, vahid iqtisadiyyatına, vahid valutasına hazırlamaq edir. Eynilə də Türk dili dövlətlərdə belə bir ali təhsil şəbəkəsi yaradılmalıdır. Universitet sistemləri parçalanmış vəziyyətdədir. Kredit sistemləri fərqlənir, diplomların qarşılığı tanınması məhdudluq tərəfindən qeyd edilir. Ortaq rəqəmsal akademik platforma yoxdur, elmi kommunikasiya zəifdir. Türk dünyasının ən böyük insan kapitalı vahid intellektual gücə çevrilə bilər. Bu, Avropa İttifaqının Bologna prosesi vasitəsilə vahid ali təhsil məkanı yaratması, Çinin dövlət universitet texnologiya modelinin yaradılması, ABŞ-ın isə qlobal universitet platforması hegemoniyası yaratmasına uyğun ola bilər. Türk dünyası isə hələ də əsasən ayrı milli sistemlər səviyyəsində fəaliyyət göstərir və bu inteqrasiyasına ehtiyacı var və bu inteqrasiya şəbəkələşməklə başlanmalıdır.
Türk Dövlətlər Universiteti şəbəkəsi vahid ali təhsil məkanı, ortaq rəqəmsal universitet infrastrukturu, süni intellekt əsaslı akademik ekosistem və geniş miqyaslı elmi inteqrasiya modelidir. Bu layihə klassik universitet ittifaqı deyil. Yeni nəsil rəqəmsal intellektual sivilizasiya platformasıdır. Burada məqsəd yalnız diplomların inteqrasiyası deyil, ortaq düşüncə sistemi formalaşdırmaq, ortaq elm istehsalı yaratmaq, vahid texnoloji və süni intellekt infrastrukturu qurmaq, Türk dünyasının intellektual suverenliyini təmin etmək. Və universitetlər artıq bina deyil, artıq universitetlər müasir anlamda platformalar. Müasir dövrdə universitet anlayışı fundamental transformasiya olur. Və bu ittifaqın yaradacağı universitetlər nəsə platformalar üzərində olmalı. Ənənəvi modeldə auditoriya əsas məkan, kitab əsas resurs, müəllim isə əsas bilik mənbəyidir. Yeni dövrdə isə universitet platforma, müəllim, mentor və kurator, kitab dinamik rəqəmsal kontent, yəni o dərslik daima dəyişir, hər gün dəyişəcək dərslik. Çünki nə yeniliklər varsa elmdə, başqa sahələrdə, əmək bazarında tələblər varsa, ona uyğun deməli hər dəfə dərsliklər, mühazirə mətnlərdə korreksiyalar olmalıdır ki, yəni dinamik inkişaf hissi olsun ki, bazarda geri qalmasın universitet. Auditoriya qlobal şəbəkəyə çevriləcəkdir, ona görə ki, elə Azərbaycanın özündən deməli, dünyada 50 milyon Azərbaycanlı var. Bu yaxında nazirlik qərar verdi ki, Özbəkistana və Qırğızistana 2 nəfər Azərbaycan dili müəllimi axtarırlar, gedib orada diaspora Azərbaycan dili dərsi geçsin. Və mən bir məqalə yazdım ki, süni intellekt dövründə müəllimi fiziki olaraq dünyanın bir başına göndərmək diaspora təhsilinin yaradılması deməkdir. İngilis dilində, Alman dilində, başqa dillərdə artıq süni intellekt əsaslı dil öyrətmə proqramları var. Onun əsasında 50 milyon Azərbaycan var dünyada. Elə bir proqram yaradılmalıdır. Şəhər müəllimin yanında olar yəqin. 10 il əvvəllə belə bir layihə diaspora komitəsinə vermişdim. Gürcüstanda yaşayan Azərbaycan əhalisinin Azərbaycan məktəbləri bağlandıdır. 180 məktəb gəlib 100 məktəb olur. Səbəbi də budur ki, müəllim çatışmır. Müəllimlər təbələrdə gedirlər, gürcülər deyir ki, müəllimin yoxdur. Ya gürcü dildə dərs keçməlisən, uşaqlar məktəbə bağlanmasın. Məktəblər artıq gürcüləşirlər. Ondan mən bu məsələni qaldırdım ki, vaxtı ilə Rusiyada da belə problem olmuşdur. Portekyanlı dövlətlər qərar verdi ki, bizim vətəndaşlar dövlət dilində oxumalıdır, Rus məktəblərini bağlayır. 2000-ci illərdə hər Portekyanlı dövlətdə Rus məktəbləri bağlandı. Onda Moskvada meri vardı, Yuruluşov. O qərar verdi, bir distant orta məktəb yaratdılar. Bütün Pribaltika Respublikalarında 100 bindən artıq məktəbli distant oxudu, Moskvanın atistatını aldı, gəldi Moskva universitetlərində imtansız qəbul oldu. Biz bu təcrübədən Azərbaycanda orta təhsili distant yarada bilərik. İlk növbədə Gürcüstandakı uşaqların təhsili yarışıb qalması, musiqi bir təhsil və bu müddət ərzində onlar üçün yeni müəllimlər hazırlayar təsəvvür edin. STR dağılandan sonra Gürcüstan vətəndaşlara gəlib burada pedaqoji təhsil ola bilmirlər. Onlarda 500 min insan yaşadığı ərazidə biz müəllim hazırlamışsa, onlara da gələcək olacaq. Onlar da gəlib burada təhsil olması çətinlik ki, xarici vətəndaş kimi gəlib, viza problemi olur, təhsil haqqı bahadır, qalmağa imkanı yoxdur və səhərlər müəyyən problemlər. Və biz onu təklif verdik 10 il əvvəl. Mənim yazdığım o layihəni diaspora komitəsi dəstəklədi, getdilər Gürcüstanda, səfirlə görüşdülər, vəziyyəti öyrəndilər, mən dəvət edilmək ki, çox minnətlər, çox strateji və dövlətçiliyə uyğun məsələ qaldırmışsınız. Həll eləyək. Nazirliyə məktub yazdılar ki, maliyyə ayrılığını həll eləyək. Nazirlik bu məktubu burada yolladı ki, sizin müəllimin yazdığı layihə özünü cavab yazır. Dedim, nə cavab yazacaq? Yazacaq ki, lazımdır da, siz ayrılın. Yazdığı cavab ona heç nə olmadı. Amma sonra bir ildən, 2 ildən sonra pandemiya yarandı, pis vəziyyətə düşdü. Amma o vaxtda o layihə olsaydı, inandırırsınız, pandemiya vaxtı məktəblərin dövlü daha yaxşı olardı. Nəysə, sözü ona gətirirəm ki, bu platforma üzərindən olan universitetlər 50 milyon Azərbaycanlının da təhsil alması, ana dilinə bağlanması, öz tarixini, coğrafiyasını, dilini öyrənməsi,
ana vətənlər. Təsəvvür edin, ailələrin əksəriyyəti qarışıq ailələrdir. Ana başqa millətlərdə ata Azərbaycanlı da, uşaqlar da ana dilində danışır, dövlət dilində Azərbaycan dilini bilmirlər. Hətta mənim yadıma gəlir, bəzən o adı familiyası Azərbaycanlı olan adamlardan Rus televiziyası istifadə edib Azərbaycan əleyhində oradan müsahibələr alırlar. Həvatı onların bu böyük vətənlə bağlılığı zəifliyir. Amma belə layihələr və təvahi Türk dövlətini və dövlətlər təşkilatının belə platformalar üzərindən təhsil olması onların dünya görüşünə də, ana vətənlərin ki, Azərbaycanla, onların Türk olması, Türk dili dövlətlərlə əlaqələrini gücləndirə bilər. Və bu əsasda həmin universitetlər üçün bir balona prosesi kimi, Türk balona prosesi kimi belə bir tələblər qoyula bilər və balona prosesinin təkmilləşmiş olması, məsələn, Rusiya balona prosesindən çıxırda məlumatımız var. Rusiya özü alternativ nəsə bir modeli. Türkiyə, Çində ümumiyyətlə o standartlar yoxdur. Amerikada qismən o standartlardan istifadə. Yəni, bu Türk dili dövlətlər özləri balona prosesinə uyğun hansısa bir model yaradır və o inteqrasiyanı sürətləndirə bilər. O ki, qaldı gələcəyin universiteti bu, həmən universitetdə gələcəyə uyğunlaşmalıdır. Yəni, dünyanın və bugünün gələcəyin universiteti uyğunmalıdır. Hibrid təhsil əsasında, süni intellekt əsasında, platforma tipli, fərdi təhsillərlə, virtual laboratoriyalar, süni intellekt tutorları, mikrosertifikator, sertifikatlar, rəqəmsal diplom və s. Bu zaman virtual laboratoriyalarla qırınlaşmaq istəyirəm. Bu distant təhsilin yaradılmasında ən çətin məqamlardan biri virtual laboratoriyalarla yaradılması. Azərbaycanda yoxdur. Deməli, bu yaxında mətbuatda belə bir şey getdi ki, Təhsil Nazirliyi elektron sistem yaradır, ölkədə olan bütün laboratoriyaların inventarlarını bu şoka alıbdır və hər laboratoriyanın aralarında qısa məlumatı. Və bunun əhəmiyyəti nədir alim üçün? Yəni, alim bunu oxusun, bilsin, hansı universitetdə ya akademiya, hansı laboratoriya var. Öz məqsədləri ilə gedib orada təhqiqat aparır. Təbii ki, realdır, o laboratoriyanın hamısı 20-30 il bundan öndərin qarşıda Sovetlərdə olan laboratoriyalardır. İkincisi də onun kartotekasına baxmaq, axı dolanında kitabxana, elektron kitabxanasına baxmaq kimidir. Yəni, əgər sən o kitabı oxuya bilmirsənsə, o elektron kitabxananın sənlər olur. Və həmən o kartotekada, laboratoriya avadanlıqlarına sən uzaqdan əliyyətərliyi yoxdursa, internet üzərindən sən orada laboratoriya işləri, təcrübələr, sınaqlar apara bilmirsənsə, bu sadəcə bir verilənlər bazasında arxivdis ambarda olan əşyaların siyasi kimi bir şey. Amma gələcəyin universiteti olaraq biz deməli, Bakı Türk Dünyası Universitetində bunları eləməliyik. İndi yəni, sizi çox yormaq istəmirəm bayram qabağa. Müsahibənizlə yekunlaşdırıq. Sorularınız varsa, buyurun. Çox sualınıza bağlı. Burada da ya istəyirsiniz, gəlin belə edək, Zəfər. Mən müsaade edeyim, mənim başqa bir işlər var. Gəlin orada birdə Eldan müəllimlə bir yerdə söhbəti davam elətdirin. Çox maraqlıdır. Təhqiqi ilə bağlı şeylər oldu. Sağ olun. Çox sağ olun, Cəfər, mən təşəkkür edirik. Oturduğunuz misyanlara başlayalım. Amma gəliyəm. Çünki suallara buradan cavab verirəm və yaxud təşəkkür. Mən təşəkkür edirəm. Mən sizin bu Gazi Universitetinin xalq təhsili oxumuşdur məktəbində. Çox aktualdır və məncə biz gecikirik. Türk dünyası olaraq gecikirik bu məsələdə. Ümid edirəm ki, sizin bu rəsmi dövlətin əsas mətbuat orqanların birində Azərbaycan qəsdi yazının getməsi, pedaqoji universitetinin bizim bu məsələyə formada reaksiyamız, məsələnin aktuallığını daha da artıracaq. Təklif edirəm ki, ilk öncə suallara var. Amma su için biraz rahatlayın. Çünki suallara var. Suallardan sonra yəqin ki, həmkarlarımızın, mütəxəssislərin çıxışları olacaq. Bu məsələ ətrafında məmnuniyyətlə təxminən hər çıxış 3 dəqiqə olmaqla çıxışlar da var. Buyurun, suallar. Ayağa durmağın dərin masadır. Rahat oturub yapmışım.
gözləyirdim ki, İlham müəllimə suallar verəcək. Amma birinci sualı mən tədris olaraq aldım, İlham müəllim istirahət eləmək. Platforma sahibi cavab versin. Platformanın sahibi olan universitetin nümayəndə cavab verəcək. Azərbaycanın Sinam şirkətinin intellektual məhsuludur. Artıq ölkəmizdə 5 ali məktəbdə tətbiq olunur. Elektron universitetin 12 arxitekturanın 12 elementindən birincisi. Elektron tədrisi tətbiq edilməyə başlamışıq. Resursumuz hələ ki buna çatır. İlin sonuna qədər insan resursları sistemini də elektronlaşdıracaq. Universitet giriş-çıxış sistemləri təəssüf ki, resurslarımız buna imkan vermir. Ondan sonra kitabxana tədqiqat bir addım gedəcək. Yaxşı olardı ki, biz elektron tədrisi tam tətbiq edək. Amma bilirsiniz ki, universitetimizin hal-hazırda 5 tədris korpusu var və 5 tədris korpusunun hamısı fibrooptik kabelləşmir. 2 tədris korpusumuz ümumiyyətlə bizim balansımızda olmadığı üçün, universitetin balansında olmadığı üçün, bunlar əsaslı kapital borçları bu kimi hüquqi və maliyyə sıxıntıları ilə paralel gedirik. Amma Elmi Şurada mənim təklimlə sağ olsun Elmi Şurada qərar qəbul edib ki, biz elektron jurnala 4 il ərzində keçirik. Yəni, hal-hazırda paralel həm jurnal, həm kağız variantı gedir. 2028-29-un tədris ilindən tədris prosesinin çox və qeydiyyəti tam elektronlaşacaq. Yəni, Azərbaycan məhsuludur, Sinam şirkəti o maliyyə platformasında onlar yaratmışdır, ali məktəblər üçün. İndi tədris platformasında biz onlarla işləyirik. İlham müəllimə suallar. Bu tərəfdən əl görmüşdüm. Gəldə versəz, mən xanımın sualına da düşündüm. Deməli, bu elektron idarəetmə sistemi təəssüf ki, bizdə müxtəlif universitetlərdə müxtəlif vaxtı olmalıdır. Elmanın İqtisad Universiteti və Birləşmiş Universiteti. Bizdə deməli Sinanın, Blackrock, Bakı Dövlət Universiteti, Ağdada. Yəni, əslində necə olur? Əslində nazirliyin vahid standart tələbi olmalıdır, vahid platforma hazırlamalıdır, təsdiq edər ki, universitetlər də bundan işləməlidir və bunlar da bir-birinə inteqrasiya olmalıdır. Bunlar heç birisi yoxdur. Yəni, səbəb odur ki, bərəhmənin strateji boşluq var. Yəni, nazirlikdə 30 ilin ərzində bu məsələlərə qlobal baxış olan insanlar olmuyor, indi də yoxdur. Ona görə də, bax, belə, ayrılar universitetlər öz təşəbbüsünü nəyə kürüşatı edirlər. Bunlar biz çox büyük dövlətləri birləşdirmək istəyir universitetdən, bunlar 15 universiteti birləşdirir. Başqa sual? Buyurun. Başda professor mənim heyətimiz olmaqla məşəqçiləri salamlayıram, qarşıdakılara bayramlarınızı təbrik edirəm. Mən sualımı İlham müəllimə çıxışında Coursera kurslarından bəhs elədi. Bu universitetlərlə olan əlaqəsini fikrimdə daha dəyərləşdirmək. Onu universitet oxumadan da kurslar keçib müəyyən ixtisaslara yiyələnmək olar. Yəni, o kurslarına verilən sertifikat və ya universitetin verdiyi diplomun qarşılıqlı əlaqəsi necədir? Aydın, Coursera hamımıza İlham müəllim müştaqlı konsultant üçün yanına deyir. Proyekt alınsa diye işləyək inşallah tanıyacaq. Demək, verdiyiniz sual, İlham müəllim Coursera insanı Türk Virtual Universitetinin müqayisə üçün elədi. Yəni, Coursera'nın istifadə edədiyi modeli tətbiqi ilə bağlıdır. Yəni, də replik elədi, İqtisadiyyat Naziri 4 sil, bilirsiniz, sanayi inqilabı mərkəzi ki, fəaliyyət göstərir ölkəmizdə. Dünya Qlobal Forumunun Davos'un və biz hər ölkə olaraq müəyyən qədər sayda bağışır alırıq, 10.000-dən başlamışdıq, artıq 80.000-ə qədər bağışır çıxır. Hər bir Azərbaycan vətəndaşı, hər vəkillərdə Tinkod ilə girib bir kurs götürə bilir, bir pulsuz Azərbaycan vətəndaşı, orada 150 manat, 200 manat, hətta 500 manatlıq kurslar var, çox pahalı, dünyanın qabaqçı universitetlərinin professorlar kursları var. Və Pedaqoji Universitet keçənki statistikaya görə ölkə üzrə ali məktəblər arasında birinci, müəssisələr içərisində SOKA birinci, İqtisadiyyat Naziri ikinci, Səhvnöqü Pedaqoji Universitet üçüncü yerdə idi. Yəni 3000-dən çox kurs götürüb bizim müəllim və ya tələbələrimiz. Bunun tədris prosesində tanınması Avropa İttifaqının akademik mikrokreditlərlə bağlı qaydaları və Avropa İttifaqı ölkələrində bu rahatdır. Azərbaycan qanunvericiliyi və keçmiş pasaraya ölkələrində
bildiyim qədərlə onu tətbiq edən yoxdur. Yəni, siz doktorantura və ya magistratura oxumaq istəyirsiniz. Courseradan və yaxud da ki, başqa kurslardan akademik sertifikatlarınız var. Akademik sertifikatlarda aldığınız fənlər, həmən magistr proqramında hansı fənlərlə uyğunluq təşkil edirsə, siz həmən fənləri yenidən almırsınız. Fərqi olan fənləri dinləyərək, xüsusilə magistratura və doktorantura təhsilində bu çox cəlbedici görünür Avropa İttifaqı ölkələrində. Məsələn, Belçikanın mən hesabatını oxumuşdum yaxında. Belçikada təhsil alanların 28%-i akademik mikrokreditlərdən istifadə edir təhsil fəaliyyətlərində son 5 ildə. Biz pedaqoji universitetdə məncə ilk ali məktəblərdən biriyik ki, son elmi şurası, 24 aprel elmi şurasında kreditlərin tanınması ilə bağlı qaydaları təsdiq edirik. Orada 7 istiqamət var. Onun 4-ü klassik olan şeylərdir. Biz yenidən Amerika kəşf eləməmişik. Bu tabirlik proqramlarından gələn kreditlərdir, subbakalavrindən daxil olanların kreditlərdir, xaric olunanların bərpa olunarkən kreditlərin tanınmasıdır. Ali məktəblər arasında müqaviləyə görə bizim yay məktəblərində və ya semestr fənlərimizdə gəlib bizdə oturanların və ya bizdən başqa ali məktəbə gedənlərin kreditlərinin tanınmasıdır. Bu ikili diplom proqramlarında kreditlərin tanınmasıdır. George Washington 60 kredit toplayır magistrlarımız, 60 kredit Azərbaycan Dövlət Pedaqoji toplayır, 120 kreditdən məzun olur. Amma biz orada yenilik gətirdik, hansı ki, İlham müəllimin dediyi məsələni biz edX və ya Coursera kurslarını tamamlamış tələbə növbəti semestr üçün fərdi tədris planını tutarkən, fərdi tədris planını universitetin ona təklif etdiyi seçmə və ya məcburi fənlərdən hansı biri ilə bağlı Coursera və ya edX sertifikatı varsa və ya beynəlxalq dil sertifikatı varsa, xüsusilə IT fənlərində belə sertifikatlar var, o tələbəyə hüquq verir ki, o sertifikatını fənlə əvəz etməklə bağlı məsələni qaldırsın. Orada şərtlər qoymuş. Kursun həcmi, kursun təlim nəticələri, kursun müddəti, krediti barədə bizə sistemindən götürülən məlumatları verməlidir. Əgər görsək ki, bunlar tam uyğundur, yəni bizim uyğunluq ekvivalentimiz 81%. Yəni 81% kredit və ya məzmun uyğun olarsa, biz həmən kreditləri tanıyacaq. Tələbəni həmən fənni dinləməkdən azad edəcəyik. 3 ilə yaxındır IELTS-ı tanıyırıq. IELTS, Duolingo və TESOL-un sertifikatlarını tanıyırıq, xüsusilə xarici dillərdə. Amma tələbələrimiz, hörmətli həmçələr, məlumat üçün deyir ki, o qədər də bu işdə həvəsli görünmürlər, tanımırlar. ADA, AZI, UFAZ da eyni tədbirlərini tətbiq edir. Onlarla söhbət elələri gördüyümüz o ki, çox epizodikdir. Yəni, Pedaqoji Universiteti 21 min təhsil alanın içərisində indiyə qədər ondan çox belə hal olmuyor ki, tələbənin IELTS sertifikatı olsun 6.5 və onun xarici dil fənnindən dinləmək üçün ərizə ilə müraciət etsinlər. Amma biz bu hüququ veririk. Bu bir günə olan deyil. Mən inanıram ki, o yeni nəsil ki var edir. Bu 15 yaşında o rəqəmsal nəsil ki gəlir, məncə onların içərisində çoxlu belə gənclər olacaq və onlara bu hüququ tanıyacaq. Pandemiya vaxtında İqtisad Universiteti Coursera oxuyanların aldığı sertifikatlara qabil elədi. Onlar görünür, ya elmi məlumatım var, elə Cəbəl müəllimlə bu daxil söhbətli Üniyyətin tədris şərtləri ilə danışdım. Onlar onlayn platformu